Salam, hər vaxtınız xeyir. Bugün biz çevrə mövzusunun izahına baxırıq. Çevrə. Müstəvi üzərində verilmiş nöqtədən bərabər məsafədə yerləşən nöqtələr çoxluğuna çevrə deyilir. Baxın, çevrənin mərkəzi O. Mərkəzdən tərəflərə qədər gedən bütün xətlər çevrənin radiusudur. Baxın, belə çəkdik. İndi çevrə ilə bir ortaq nöqtəsi olan düz xəttə toxunan deyilir. Toxunan nədir? Baxın, çevrənin istənilən tərəfindən bir dənə nöqtə götürürük, belə çəkirik, olur bu toxunan. Ona görə burada AC, A-dan C-yə qədər toxunandır, B isə toxunma nöqtəsidir. O da çevrənin mərkəzi. Çevrə ilə iki ortaq nöqtəsi olan düz xəttə kəsən deyilir. Baxırıq indi. Çevrənin iki dənə nöqtəsini götürürük. Məsələn, buradan olsun, əlavə olaraq çəkək və buradan çəkirik, düzdür? Və bunlar çevrənin kəsəni olur, düzdür? Bu AB ümumi kəsəndir. Bu C və D nöqtələrində kəsilib. Kəsənin çevrə ilə məhdudlanmış hissəsinə vətər deyilir. Baxın, burada olan hissə iki dənə istənilən iki dənə nöqtəni götürürük. Onu düz xətt parçası ilə birləşdirəndə olur vətər. Məsələn, vətəri buradan çəkə bilərik, buradan çəkə bilərik. Deməli, çevrə istənilən iki nöqtəni birləşdirib bir parça çəkiriksə, istənilən iki dənə nöqtəni götürüb birləşdiririksə, burada vətər alınır. Çevrənin ən böyük vətərinə onun diametri deyilir. Bəli, diametr, baxın, iki dənə radius boydadır. İki dənə radius boydadır. AB bizim diametrimiz, yəni ən böyük vətərimizdir. Baxın, istənilən iki dənə nöqtəni birləşdirmişik. Burada ən böyük vətər olub diametr. Diametr iki dənə radius boydadır. Radiusumuz 5 olsa, diametrimiz 10 olacaq. Diametrimiz 12 olsa, radiusumuz 6 olacaq. Çevrənin hər hansı bir hissəsinə gövs deyilir. Baxın, çevrə üzərində hər hansı bir hissə götürülüb AMB olub gövs. Burada gövslər minor gövs var, major gövs var. Minor gövs kiçik gövsdür. Minor. AM balaca olan minordur. Amma major böyük gövsdür. Yerdə qalan gövs ki var. Baxın, buradan bura qədər. ANB. Bu olur major gövs. Yəni böyük gövs. Toxunan çevrələrin mərkəzləri arasındakı məsafə. Deməli, baxın, əgər çevrələr daxildən toxunarsa, baxın, daxildən toxunanda belə bir şəkil çəkilir. Çevrələr doğrudan daxildən toxunublar. Düzdür? Onda çevrənin mərkəzləri arasındakı məsafə, yəni məsafəni tapıramsa, mərkəzlər arasındakı məsafəni tapıramsa, yəni D, onda böyük R-dən, böyük radiusdan çıxır kiçik radiusu. Bu bir qayda. Əgər çevrələr xaricdən toxunursa, onda çevrələrin mərkəzləri arasındakı məsafə toplanılır. Baxın, çevrənin biri budur, bir də budur, düzdür? İndi bu çevrələr xaricdən toxunur. Xaricdən toxunduğuna görə bu O1 kiçik çevrənin radiusudur, digər O2 də böyük çevrənin radiusudur. Həqiqətən mən buradan bura məsafəni tapmaq istəyirəmsə, mən radiusları toplamalıyam. Ona görə də çevrələr xaricdən toxunanda radiuslar toplanır. Gəldik konsentrik çevrələr. Mərkəzləri eyni olan çevrələrə konsentrik çevrələr deyilir. Baxın, mərkəzləri eynidir. Görürsünüz, bu konsentrik çevrə adlanır. Konsentrik çevrələr arasındakı halqanın qalınlığı. Burada halqa var. Baxın, bir təkərin qalınlığı. Belə deyək də bu hissə ki var, bu olur halqanın qalınlığı. İndi burada X-dan şəhər olunub da, X-i tapanda biz böyük R-dən, ümumi radiusdan, böyük R-dən kiçik R-i çıxırıq, onda olur halqanın qalınlığı. Çevrədə bucaqlar. Çevrədə iki radiusun əmələ gətirdiyi bucağa mərkəzi bucaq deyilir. Mərkəzi bucaq söykəndiyi gövsün dərəcəsinə bərabərdir. Baxın, iki dənə radiusdur. Düzdür? OA, OB. Bunların arasında qalan bucaq alfa mərkəzi bucaqdır. Mərkəzi bucaq hansı gövsə söykənirsə, baxın, bir qolu burada, bir qolu burada. AMB. Onda həmin bu gövs, bu gövs alfaya bərabərdir. Məsələn, alfanı versə mənə 70 dərəcə, AMB gövsü də olacaq 70 dərəcə. Bu oldu bizim həm də
minor qövsümüz, düzdür? Bizdən major qövsü soruşsa, onda ümumi çevrə 360 dərəcədir. 360 dərəcədən 70 dərəcəni çıxaram, onda yerdə qalan buradan bura olan qövs olacaq bizim major qövsümüz. Çevrə üzərində bir nöqtədən çıxan iki vətərin əmələ gətirdiyi daxili bucağa, üzr istəyirəm, çevrə üzərində bir nöqtədən çıxan iki vətərin əmələ gətirdiyi bucağa daxilə çəkilmiş bucaq deyilir. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Baxın, AK, bir də KB vətərləri var. İstənilən iki nöqtəni birləşdirdik. Bunlar vətərlərdir də. AK da vətərdir, KB də. Və bunların əmələ gətirdiyi, baxın, bucaq ki var, alfa daxilə çəkilmiş bucaqdır. Deyir ki, daxilə çəkilmiş bucaq söykəndiyi bu qövs ki var, onun yarısına bərabərdir. Məsələn, buranın 80 dərəcə verirsə AMB qövsünü, daxilə çəkilmiş bucağı soruşarsa, onda alfa 40 dərəcə olacaq. Daxilə çəkilmiş bucağı mənə verirsə 30 dərəcə, onda mən 2-yə vurub yazıram 60 dərəcə. Onda qövsüm olacaq 60. Bir sözlə, daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Sonra davam edirik. Daxilə çəkilmiş bucaq və mərkəzi bucaq eyni qövsə söykənərsə, baxın, daxilə çəkilmiş bucaq alfa, mərkəzi bucaq eyni qövsə söykənərsə, baxın, bu bettada, bu alfada hər ikisi A və B, yəni AMB bu qövsünə söykəniblər. Onda daxilə çəkilmiş bucaq mərkəzi bucağın yarısına bərabər. Belə deyək də, gəlin ən gözəl nümunə ilə göstərim. Məsələn, AMB qövsünü mənə verib 60 dərəcə, düzdür? Onda mən daxilə çəkilmiş bucağa nə yazmalıyam? 60-ın yarısı 30. Onda daxili çəkilmiş bucaq oldu 30. Bəs betaya nə yazıram? Betada mərkəzi bucaq olduğuna görə AMB qövsü nədirsə, betada həmən qiymət alır. Biraz əvvəl burada qaydada dediyi daxilə çəkilmiş mərkəzi bucaq söykəndiyi qövsə bərabərdir. Burada da, onda bu 60-dırsa AMB, betada 60 dərəcə olacaq. Bu belə. Sonra eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlar bərabərdir. Bəli, baxın, daxilə çəkilmiş bucaqlara baxıram. Alfa, 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 düzdür? Daxilə çəkiliblər. Və hansı qövsə söykəniblər? D, N, Y, hamısı da eyni qövsə söykənib, düzdür? Baxın, bir dənə bu alfanın söykəndiyi hamısı D, N, Y-yə söykənib. Onda bu alfaların hamısı da eyni olacaq. Məsələn, birini verəcək 30 dərəcə, digərlərdə 30 deyəcəm. Nəyə görə 30 deyəcəm hamısına? Yəni, nəyə görə hamısı eyni olacaq? Çünki hər üçü eyni qövsə söykəniblər. Ona görə də hər üçü eyni qiyməti alır. Diametrə söykənən bucaqlar 90 dərəcədir. Baxın, bu A, B diametrdir. Diametrə söykənib, düzdürmü? Onda diametrə söykənibsə, həmən bucaqlar 90 olacaq. Eyni zamanda digər tərəfdə 90 dərəcəyə bərabər olur. Baxın, buna da ayrıca bir baxaq. Onda biz bura həmən 90 yazırıq. Eyni zamanda digərinə də baxsaq, onda burada 90 yazıram. Çünki diametrə söykənib. Sonra, çevrədə toxunan AC və vətər AB var. Və belə bir əlaqə düsturu var. Deyək ki, bir toxunan bir vətər olarsa, burada qalan bu fi bucağı var. Biz onu tapmaq üçün, bu BAC bucağını tapmaq üçün mən bu qövsümü 2-yə böləcəm. Məsələn, tutaq ki, bu AMB qövsünü mənə verib 40 dərəcə, düzdür? Onda mən bu toxunanla bu vətər arasındakı bucağı tapmaq üçün, fiini tapmaq üçün 40-ı 2-yə bölüb yazıram 20 həmən hissəyə. Və yaxud da həmən bu bucağı mənə 30 dərəcə verirsə, mən qövsümü tapmaq üçün bura 60 dərəcə yazıram. Yəni, belə əlaqələndiririk. İki vətərin kəsişməsindən alınan bucaqlar arasında düstur. Əgər mənim 2 dənə vətərim kəsişirsə, belə bir qayda çıxır. Vətərlər kəsişəndə, onda onlar arasındakı bucağı tapmaq üçün, yəni alfanı tapmaq üçün deyir ki, buradakı qövsləri, arada qalan qövsləri toplayıb 2-yə bölürük. Bu alfa iti bucaqdır. Kör bucağı istəyərsə, məsələn, alfanı 50 taparamsa, kör bucağım olacaq 180-dən 50 çıxıram, 130 dərəcə. Deməli, vətərlər kəsişəndə nə oldu? Arada qalan bu bucaqları, yəni bu qövsləri toplayıb yarı bölürük, onda olur
alfanı tapmış oluruq. Sonra davam edirik. İki kəsən arasında qalan bucağın tapılması. Əgər çevrədə 2 dənə kəsən varsa, baxın, AC, AY düzdür. Mən bu alfanı tapmaq istəyirəmsə, onda burada olan göz CMY göğsündən çıxıram. Digər tərəfdə BND-ni 2-yə bölürəm. Əgər çevrədə 2 dənə kəsən varsa, onda arada qalan bucağı tapmaq istəyirəmsə, baxın, mən belə qayda olaraq düsturu əzbərləmirik. Əsas başa düşürük ki, biz bu şəkli görəriksə, yəni 2 dənə kəsən görəriksə çevrədə, arada qalan bu göğüsləri bir-birindən çıxıb 2-yə bölürük. Toxunan və kəsən arasında əlaqə. Bir çoxunda demək olar ki, eyni qaydalar gedir. Biri toxunan olarsa, biri kəsən olarsa, onda da yenə də həmən qayda. Bu alfanı tapmaq üçün bu arada qalan BMD göğsündən çıxırıq, BNC göğsünü 2-yə bölürük. Eyni zamanda 2 toxunan arasında qalan bucağı tapmaq istəyirəm. 2 dənə toxunan var. AK, AM. Onda nə edirik? Yenə də BNC bucağından, daha doğrusu göğsündən çıxırıq. BMC göğsünü bölürük 2-yə. Bir də belə bir qayda var, diqqətli olaq. Əgər bir nöqtədən 2 dənə toxunan çəkilərsə, onda burada arada qalan bu fi bucağı ilə bu BMC göğsünün cəmi 180-i verir. Məsələn, buranın 120 versə, onda mən bura 60 dərəcə deyəcəm. Bu qaydanı yadınızda saxlayın. Bu nə vaxt olur? 2 dənə toxunan çəkiləndə, onda aradakı bucaqla bu göğsün cəmi 180 dərəcəni verir. Sonra şəkildə AK və AN toxunan o çevrənin mərkəzi olarsa, aşağıdakı münasibətlər doğrudur. Deməli, bir nöqtələn çox vacib qaydalardan biri də budur. Hamısı vacibdir, amma bu istifadə olunur. Deməli, bir nöqtədən 2 dənə toxunan çəkilib və o da çevrənin mərkəzidir. Onda buradan çəkilən, A'dan çəkilən bu o mərkəzinə qədər xətt ki var, olur həm təm bölən. Onda alfa-alfa yazırıq. Yəni A bucağı təm bölən olur. Eyni zamanda B, beta bucaqları da bir-birinə bərabər olur və burada 90 yazılır. Çünki radius toxunana perpendikulyardır qaydasından. Bu A, K toxunandır da bu O mərkəz olduğuna görə O'dan bir radius toxunan bura 90 dərəcəni yazırıq. Bu qayda yadımızda qalsın. Paralel vətərlər arasında qalan göğüslər bərabərdir. Baxın, vətərlər çəkilib. AC, BD vətərlər düzdür. Bunlar paraleldir də bir-birinə. Əgər paraleldirsə, onda paralel vətərlər arasında qalan göğüslər də bərabərdir. Yəni, AMB göğsü, onda buradan bura olan göğüs CND göğsünə bərabərdir. Məsələn, birini verəcək 30, onda digərinə də 30 deyəcək. Nə vaxt deyirik? Vətərlər paralel olarsa. Çevrədə metrik münasibətlər. Toxunma nöqtəsində radiusa perpendikulyardır. Biraz əvvəl burada mən dedimi, radius toxunana perpendikulyardır. Həmən qayda. Deməli, mərkəzdən bir dənə toxunanımız verilib, düzdür, AB. Mən mərkəzdən radiusu çəkərəmsə toxunana 90 dərəcəni burada qeyd edirəm. Radius toxunana perpendikulyardır. Sonra, şəkildə AD və AY toxunanlardır. AD və AY toxunanlardır. Onda AB, AC, yəni bir nöqtədən çevrəyə 2 dənə toxunan çəkilərsə, toxunanlar bərabərdir. Yəni, AB bərabərdir AC-yə. Buradan bura 7-dirsə, buradan burada 7 olacaq. Məsələn, yəni. Deməli, çevrədə bir nöqtədən çevrəyə 2 dənə toxunan çəkilərsə, onda bu çevrəyə qədər olan hissələr AC ilə AB bir-birinə bərabər olur. Gəldik qaydaların ən çox istifadə olunan qaydalardan birinə. Deməli, baxın, əgər çevrədə 2 dənə kəsən varsa, onda belə bir xassiyə var. Deyir ki, bu toxunan, baxın, bu hissə var. A, yəni burada dayanan hissə vurulsun ümumi A plus B-yə bərabərdir eyni zamanda. Burada dayanan hissə vurulsun ümumi, yəni C plus D-yə. Mütləq şəkildə diqqətlə baxın. 2 dənə burada kəsən verilərsə, çevrədə belə bir qayda var. Bu hissəni vurulsun ümumi hissə, yəni A plus B, ümumi nədir? A plus B. Eyni zamanda C, buradakı hissə vurulsun C plus D-yə. Deməli, AD toxunan, əgər biri toxunan, biri kəsən olarsa, onda hansı qayda əmələ gəlir? Baxın,
biri toxunan, biri kəsən olarsa, onda toxunanın kvadratı bərabərdir. Kənarda qalan hissə, yəni B vurulsun ümumi B plus C-yə. Şəkildə AB və CD kəsişən vətərlər. Əgər vətərlər kəsişərsə, onda belə bir qayda var. Hansı qayda? Buradan bura olan hissə, yəni A vurulsun eyni zamanda B-yə bərabərdir. C vurulsun D-yə. Bunu yadda saxlayırsınız. Dördbucaqlının xaricinə və daxilinə çəkilmiş çevrələr. Çevrə xaricinə çəkilmiş dördbucaqlının qarşı tərəflərinin cəmi bərabərdir. Əgər çevrənin xaricinə dördbucaqlı çəkilərsə və ya dördbucaqlının daxilinə çevrə çəkilərsə, onda belə bir qayda var. Qarşı tərəflərin cəmi bir-birinə bərabər olur. Yəni, ixtiyari dördbucaqlının daxilində çevrə olarsa, onda qarşı tərəflərin cəmi bərabərdir. A ilə C-nin cəmi bərabər olmalıdır. B ilə D-nin cəminə. Çevrə daxilinə çəkilmiş dördbucaqlının qarşı bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Yəni, əgər çevrənin daxilinə dördbucaqlı çəkilərsə, hər hansı bir dördbucaqlı çəkilərsə, onda qarşı bucaqların cəmi, məsələn, A ilə C qarşı-qarşı dayanır, düzdür? Bunların cəmi 180 dərəcə verməlidir. Bura 70-dirsə, onda deyəcəm, bura 110-dur. Məsələn, bura 20 dərəcəsə, onda deyəcəm ki, bura 160 dərəcədir. Yəni, qarşı bucaqların cəmi 180 dərəcəyə bərabər olur. Çevrə uzunluğu, çevrə qövsü. Pi ədədi. Deməli, pi nədir? İstənilən çevrənin uzunluğunun onun diametrinə nisbəti sabit olub, pi ilə işarə olunan. Pi sabit ədəddir. 3,114-də bərabərdir. Bəzən də, yəni testdə göstərirlər ki, pi-nin 3 qəbul edək. Yəni, o şərtə baxır. Məsələn, şərtində lazım olarsa, mötərizə daxilində verilir. Lazım olmazsa, yəni 3,114 kimi istifadə edirik və yaxud da pi kimi cavab qalır. Gəldik. Diametrin 2 dənə radius boyda olduğunu bilirik, biraz əvvəl demişik. Çevrənin uzunluğunu tapılma düsturu. L bərabərdir 2 pi-yə. L burada uzunluqdur. Yəni, çevrənin uzunluğunu tapmaq istəyirəmsə, 2-ni vururam pi-yə, bir də vururam radiusa. Eyni zamanda burada pi-də yazılıb. Yəni, diametr 2 dənə radius boyda olduğuna görə 2 yerinə vəzinə D yazılıb, vurulsun pi. Radian və dərəcə. Mərkəzi bucağın, bura, söykəndiyi qövsün uzunluğu çevrənin radiusuna bərabər olarsa, baxın, mərkəzi bucağın söykəndiyi qövsün uzunluğu çevrənin radiusuna bərabər olarsa, belə mərkəzi bucaq 1 radian adlanır. 1 radian yəni 57 dərəcədir. Yəni, radiandan dərəcə keçəndə 57-yə vururuq. Radian və dərəcə arasında əlaqə düsturu. Əgər mənim radiandan dərəcə keçmək istəyirəmsə, yəni radianı almaq istəyirəmsə, pi bölü 180-i vururam dərəcəyə. Amma dərəcədən isə keçmək üçün 180 dərəcə bölünsün pi-ni vuruq radiana. Yəni, gəlin ən yaxşı bunu nümunə ilə göstərək. Nə deməkdir? Məsələn, mənə verilib pi bölünsün 2 pi bölünsün 3. Mən buradan dərəcəyə keçmək istəyirəm. Onda pi-nin yerinə 180 dərəcə yazıram. 2 vurulsun 180 bölünsün 3. Onda olur 180-ə 3 getdi, 120 dərəcə. Düzdür? Amma mənə dərəcə verilərsə, məsələn 30 dərəcə verilib, deyir ki, bunu radianla göstər. Ona nə edirəm? Pi böl 180-i vururam dərəcəyə. Baxın, buradakı, görürsünüz, bu qaydatda. Vururam 130 dərəcəyə və ixtisar olunur, olur cavab pi bölünsün 6. Bir sözlə, mənə dərəcə verilərsə, mən radianla göstərmək istəyirəmsə, onda nə edəcəm? Pi böl 180 dərəcə vuracam. Əgər mənə radian verilibsə, 2 pi bölünsün 3 verilib. Mən orada dərəcə almaq istəyirəmsə, dərəcə keçmək istəyirəmsə, pi-nin yerinə 180 dərəcə yazıram. Bu belə. Sonra, deməli, n dərəcəli qövsün uzunluğunun tapılması. Mənə hər hansı bucaq verilib, yəni mərkəzi bucaq verilib, bucaq burada mərkəzi bucaqdır və qövsün uzunluğunun tapılmasını istəyir. Onda qövsün uzunluğunu tapmaq üçün pi r alfa bölünsün 180 dərəcə düsturundan istifadə edirik. Əgər mərkəzi bucaq radian ilə verilərsə, onda burada A radiandır. A-nı radiusa vurur. Yəni A verilən radianı radiusa
vururuq. Bu qədər. Sağ olun.